Bugün sinə məşq eləyəcəm. Ümumiyyətcə fərqi yoxdur. Hansı əzələni işləmək bizdən asılı olmayaraq, hər bir kəs məşqə başlamamışdan qabaq heç olmasa 10 dəqiqəyə yaxın gərilmə hərəkətləri eləməlidir. Gərilmə hərəkətlərində əlavə onurğasında hər hansı bir problem oldu və ya olmadı. Yəni skalyozu, protruziya disk yırtığı oldu, olmadı fərq eləmir. Onurğa üçün mobilizasiya məşqləri eləməlidir. Gərilmələr, hərəkətliliyin artması, ümumiyyətcə onurğanı qorumaq lazımdır. Bu hərəkətlərə bir neçə nümunə var. Məsələn, ayaqlarımızı açmaq hərəkətindən başlayaraq onurğanın yanlara doğru hərəkətliliyini artırmaq və bir-iki dənə indi videoda əlavə nümunələr qoyacağam. Bunları da eləyə bilərsiniz, bunlara bənzər hərəkətlər də eləyə bilərsiniz. Amma əsas odur ki, məşqdən əvvəl mütləq şəkildə gərilmə və onurğa hərəkətləri eləyin. Bu sizin çox böyük xeyrinizə olacaq.